Yəni universitetə qəbul olmaq mütləq bir uğur kimi təqdim olunur. Yəni bir insanın öz gələcəyini formalaşdırması hər hansısa bir dörd divara bağlı olan bir şey deyil. Standart bir fabrikdə elə bir insan çıxardılar. İnan ki, əgər bu qədər mübarizə aparıb alınmırsa, yenə problem sənin özündədir yəni. Bir daha xoş gəldin Ceyhun qardaş. Xoş gördük. Yəni yenə də keçənki mövzumuz təhsil üzərində idi və hal-hazırda da təhsil üzərində olacaq. Artıq universitetdən. Bəli. Artıq bir pillə irəliləyərək universitetdəki vəziyyəti, universitet xatirələri olsun, universitetdə baş verənlər və onun durumları olsun. Bu haqqda danışacağıq və bir neçə sual üzərindən mövzunu ələ almağa çalışacağıq. İnşallah. Və hal-hazırki sualımız belədir ki, yəni universitet sənin həyatındakı, yəni olmaq istədiyin addıma çatdırıbmı? Yəni o nə qədər çatdırıb və yoxsa çatdırmır? Əslində bizə toplumun aşıladığı, müəllimlərin aşıladığı və yer-yer bəzi valideynlərin aşıladığı bir şey var ki, sən universitetə qəbul olmalısan. Yəni universitetə qəbul olmaq mütləq bir uğur kimi təqdim olunur bizə. Elə düşünür ki, sən əgər universitetə qəbul olmasan, həyatın bərbad olacaq. Həyatın artıq heç bir sferasında uğur gözləməyin boşdur. Gözləyə bilməzsən, belə bir şansın yoxdur kimi təqdim olunur. Standart bir yön qruplar ki, məktəb, universitet, iş, evlilik, qocalıq və evlilik, uşaqdan sonra uşağı böyütmə, onun təzədən eyni ona sənin yaşadığın həyatı kopyasını verib axırda həyatın son verir. Yəni standart bir həyat kimi baxır. Amma halbuki belə baxanda görürsən ki, universitet düzdür, insanın həyatına aşağı-yuxarı hardasa müəyyən bir təsiri ola biləcək bir məkandır. Amma hər şey deyil. Bir şeydir, amma hər şey deyil. Əlbəttə elə. Universitetə girməyib həyatını gözəl şəkildə yaşayan insanlar varmı ki, var. Universitetə girib həyatını bərbad yaşayan insanlar varmı ki, onlar da var. Yəni bu məkana bağlı olan bir şey deyil. Yəni bir insanın öz gələcəyini formalaşdırması hər hansısa bir dörd divara bağlı olan bir şey deyil. Yəni sən Oxford Universitetində oxusan belə də həyatını gəlib bərbad gündə yaşaya bilərsən. Bu belə sənin özünü tanımağınla, öz şəxsinin inkişafınla bağlı olan məsələdir ki, burada artıq sən özünü nə dərəcədə inkişaf edirsən, öz gələcəyinə nə dərəcədə yatırımlar edirsənsə, investisiya deyirlər də, yəni öz şəxsi investisiyalarla, özünə nə qədər dəyər verirsən. Ay sağ ol. Buna əsasən demək olar ki, sən artıq universitet olsun və oxuduğun ixtisas sənin həyatına, gələcəyinə yön verə bilir. Amma bizim universitetlərin daxilində olan məsələlərə baxanda görürsən ki, yəni mən elektrik mühəndisi olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili almışam. Baxıb görürəm ki, bizim materialların böyük əksəriyyəti rus dilindən tərcümə olunma materiallardır. Bizim ixtisasda biraz rus dilində daha çox material əldə etmək mümkündür. Yəni sən əgər elektrik mühəndisliyi üzrə oxumaq istəyirsənsə və əlavə universitetdən əlavə özün nəsə bir şey üzərinə qoymaq istəyirsənsə, sənə bu ingilis dili ya rus dili ikisindən biri mütləq lazımdır ki, sən əlavə bunu edə bilərsən. Əlavə material alıb oxuya bilərsən, oxuduğun materialı başa düşə bilərsən, onu tətbiq edə bilərsən. Bu o formadadır. Və bütün materialların böyük əksəriyyəti təəssüflər olsun ki, hətta universitet daxilində, laboratoriyalarda bəzən istifadə etdiyimiz cihazların o datasheetlərində yazılan məlumatların böyük əksəriyyəti, hamısı demək olar ki, rus dilində olan materiallar idi. Bu da müasir bir dövrümüzün olmasına rəğmən öz dilimizdə olan, yəni mən şəxsən elektrik mühəndisliyinə aid öz dilimizdə Azərbaycan dilində bir material tapmaqda çox çətinlik çəkirəm. Bu bəzi ixtisaslarda da bu formadadır. Təbii ki, həmin bu ixtisas üzrə yetişmiş insanların əksəriyyətinin rus dilli olmasına və ona görə ehtiyac olmamasına ki, Azərbaycan dilində mən oturub kitab mı yazacağam deyib özlərini əziyyətə salmamaqdan qaynaqlanır və buradan məğz olaraq sualıza qayıtsam ki, insanın gələcəyinə dair yetişməsində universitetin rolu tam olaraq nədirsə onu deməyə baxsaq, əgər universitetdə bu məktəbdə sadaladığımız şərtlər, universitetdə daha ağır şərtlərdir və bu ağır şərtlərdə yenə də mən də deyirəm, müəllim məktəbdə də müəllimdir, universitetdə də müəllimdir, insani münasibətlər hər yerdə, bütün sferalarda eynidir. Yəni yenə müəllim uşağı, tələbəni başa düşə bilmirsə, tələbə ilə münasibət qura bilmirsə, mənim çox yazığım gəlir həqiqətən. Müəllimin adının qarşısında dosent var, yəni texniki üzrə fəlsəfə doktorudur, nə bilim, ümumiyyətlə fəlsəfə doktorudur, yəni adamın rütbəsi var. Və bu rütbəsinə əsasən düşünürsən ki, bu adam bir xeyli kitab oxuyubdur, yəni bir elm sahibi insandır, bu insan danışığını bilmir. Yəni mən hələ belə təhsil alan professor olsun, dosent olsun, belə insanların tələbə ilə, ənlə, ayənlə, nə bilim, kobud ifadələrlə danışmasına şahid olmuşam. O müəllimdən mən heç nə götürə bilmirəm, yəni. Çox da ki, faydalı bir şey izah edəsin mənə, mən heç nə götürə bilmirəm. Hətta bir şey istədiyim, pandemiya ərəfəsində
bu onlayn dərslər keçəndə bizə bir riyaziyyat müəllimimiz var idi. Çox savadlı müəllim idi, riyaziyyat müəllimi. Yəni otur bir çətin riyazi məsələmi saniyədə həll edib verəcəkdi sənə. O qədər savadlı müəllim idi. Və mən ona çox hörmət edirdim savadından dolayı. Bir gün müəllim bilmirəm xanımına mı dedi bu sözü, yoxsa qızına mı dedi. Qapı açıq qalmışdı. Qayıtdı dedi ki, az o qapını ört. O az ifadəsi var ha. O müəllimdən ala biləcəyim bütün faydadan məni sarsıtdı. Yenə dərs cəhətdən nəsə fayda götürməyə çalışırdım, amma o müəllimə hörmətim düşdü aşağı səviyyəyə. Yəni bir müəllim bir dərsdə normal şəkildə özünü apara bilmirsə, nə danışdığını bilmirsə, tələbələrlə necə ünsiyyət qurmağını bilmirsə, ki müəllimlər əksəriyyəti bilmirlər. Yəni. Pedaqoq oxuyan müəllim, professor üzrə, yəni psixologiya üzrə fəlsəfə doktoru deyirsən, psixologiya üzrə elmlər doktoru, elmlər namizədi. Yəni nə adı qoyursansa qoy da. Adamın rütbəsi var psixologiya üzrə. Adamın psixologiya, yəni psixoloq, pedaqoq olan bir müəllim, mən düşünürəm ki, tələbə oturub bax belə dinləməlidir. Bu şeylə ki, yəni göz kontaktı olmalıdır, bədənlə, yəni bütün psixoloji prosedurlar icra eləməlidir da. Bizim müəllim heç o psixoloq müəllim heç psixoloqun pulsundan xəbəri yoxdur. Yəni bu nə olan şeydir? Həqiqi bilmirlər yəni. Psixologiya nə deməkdir, nəyə xidmət edir? Mən bir pedaqoq olaraq tələbə ilə ünsiyyət qura bilmirlər. Sən kobud danışırlar, ancaq Sovetin düşüncələrini tətbiq etməyə çalışır. Yəni yaşın verdiyi bir şey var ya, başa düşürəm. Sən qocasan, amma sən psixologiya üzrə şeysənsə, yəni fəlsəfə doktorusansa, psixoloqsansa, sən insanlara da o formada yanaşmaq məcburiyyətindəsən yəni. Ya bu adı istifadə eləmə, sinivə döymə ki, mən fəlsəfə üzrə elmlər doktoruyam, ya psixologiya üzrə elmlər doktoruyam. Sinivə döymə, keç otur qıraqda. Əgər sinivə döyürsənsə də buna layiq bir hərəkət eləməlisən də. Sən yoxsa durduq yerə boş-boşuna yəni bir tələbəni dinləməyə bacarmırsansa və yaxud sənin adının qırağında psixoloq kəlməsinin olması sənin həqiqətən o peşəyə sahib olduğun anlamına gəlmir. Və sən həqiqətən əgər peşənin haqqını verə bilmirsənsə, sən demək həqiqətən faydalı deyilsən. Nə mənası var? Yəni onu yazı-yazı düşünür, professor yazsın, nə bilim dosent yazsın, texniki fəlsəfə doktoru yazsın. Yenə də deyirəm, bu adam tələbə ilə işləmək nə olardır bunu bilmir. Söz soruşur, tələbəni kobudlayır, tələbə bir şey istəyir. Tələbə mənası nədir? Bir şey tələb edən şəxs demək. Elmi tələb edən şəxs demək. Bu kimdən tələb eləməlidir? Bilən adamdan tələb eləməlidir. Bilən adam da özünü dağın başına çəkib qoyursa. Yəni heç bir psixoloji şey yoxdur. Güya ki, bizim müəllimlərimizin hər biri universitet müəllimləri, universitetdə əgər sən işləyirsənsə, sən magistr təhsilin olmalıdır. Magistr təhsilindən əlavə də sənin pedaqoqiya dərsi keçməlisən. Yəni pedaqoqiya dərsi keçməyən bir şəxs dərs deyə bilməz. Amma baxırsan ki, bizə onu sadəcə dərs olaraq verirlər də, yəni. Bizə pedaqogika, mənim magistr oxuduğum Azərbaycan Memarlıq və İnşaat Universitetində mən magistr təhsilimi hazır bitirmək üzrəyəm. Orada məsələn mən pedaqoji dərslər keçəndə müəllimə baxırdım ki, müəllim nəsə eləmək istəyirdi, amma o deyil. Təbii demirəm, mən standartlarımı böyük qoymuşam, amma o müəllim də yetmirdi. Müəllim ancaq hər şeyə psixoloji yanaşmır. Bizə ifrat və təfrit deyilən bir şey var. Yəni bir şeyin azı da ziyandır, çoxu da ziyandır. Ortanı tutturmaq lazımdır. Hər şey psixoloji yanaşan insanlar var. Yəni bir insan mənə belə baxdısa deməli bu psixoloji bir şeydir. Yəni müəllim təsəvvür oturub bizlə danışırdı ki, bunu eləməyən müəllimlər də var, təbii ki. Buna baxanda bu deyir toya bayrama getməlidir məsələdir. Müəllim məsələn bizə deyirdi ki, şeydir. Oturub bizi danışırdı, deyirdi sən duyğuları yaz, bu şey belə elə, o şey belə elə. Yəni gördüm ki, sanki seanslı idim, kimi hiss edirdim. Yəni o da o seansda, yəni effektiv olunacaq bir şeydir. Yəni sən bir insanın psixoloji bir problemini həll etməyə niyyət eləmisənsə, onunla bir psixoloji şeydə durmuşsan da, kütləvi bir auditoriya da sən heç vaxt o insanın şəxsi problemindən maraqlana bilməzsən. Həm arxada səs-küy var, onun daha da sıxılmasına səbəb olur. Ay sağ ol, bu adam onu bilmir. Hətta yəni yenə də deyirəm, tələbələ necə işləmək lazım olduğunu bilmirlər. Yəni necə gəldi işləyirlər. Bir pedaqoqun özünə bir pedaqoq lazımdır ki, ay yaşa. Təbii ki, bu insandır yəni. Məsələn mən ona pis baxmıram ki, bir psixoloq gedib başqa bir psixoloqun yanına dərdini danışa bilər. Məsələn, mən elə bir psixoloq tanıyıram ki, adam yüklənibdir öz pasientlərindən. Psixoloq olmaq da asan bir şey deyil, yəni bizə elə sadə bir şeylər gəlir, oturub dinləyirsən də, amma bəzən insan dinləyəndə o situasiyanın təsirində qala bilirsən, çıxa bilmirsən, həll yolları axtarırsan. Onun belə artıq bir nöqtədə rahatlama ehtiyacı olur, o da psixoloqa getdiyi olur. Bu təbii bir şeydir, insani haldır yəni. Heç kəs deyə bilməz ki, mən yox, mən belə şey edə bilmərəm. Bərbər belə, mən bəzən bərbərlərə gedəndə sual verirəm ki, başı özün qırxırsan, yoxsa başqası qırxır. Maraqlı gəlir də, yəni. Situasiya maraqlı deyir ki, bir bərbər hamı başını qırxır, öz başını kim qırxır? Yəni maraqlı, mənə maraqlı gəlir. Verdiyim situasiya olub. Eləsi var deyir ki, yəni
mən özüm qırxıram deyən olub. Eləsi var ki, çox vaxt mən özüm qırxmam, mən başqa bərbərə deyirəm. Maraqlı gəlir mənim ixtisasa. Yəni bir insanın eyni ixtisasdadırsa bu insan o ixtisasda olan başqa bir insanın yanına gedə bilməz deyə bir şey yoxdur təbii ki. Əlavə olaraq çox maraqlı bir sual ağlıma gəldi ki, bəs məsəl üçün sənin özünü görmək istədiyin bir şəxsiyyət formalaşdırırsan ki, və bu universitetin də bu şəxsiyyəti formalaşdırmağa doğru yönəldib səni, yoxsa səni deməyərək də olsa o yoldan qaytarır. Əslində Nə qədər şəxsi sənə o olaraq- şəxsə yönləndirir. həm şəxsi olaraq, həm də ixtisas olaraq mən universitetin həmişə mən bir şeyin mənfisini deyəndə çalışmışam ki, o müsbədindir. Yəni universiteti ətrafımdakı tələbələr kimi universitet bizə heç nə öyrətmir deyən tələbə deyiləm. Mən düşünürəm ki, hətta öz faydam olaraq görmüşəm ki, universitetdə mənə ixtisasımda müəllim olub ki, mənə deyib ki, bu sənin ixtisasının özəyidir. Get bundan yapış. Düzdür, situasiyalarda o situasiyada, o vəziyyətdə mənə güclü təhsil verə bilməyib. Amma ən azından mənə deyib ki, bu sənin ixtisasının özəyidir, bu fənn. Bu fəndən yapış və ya bu proqramdan yapış. Azidə mən belə yaşamışam. Məsələn, bir müəllim demiş ki, AutoCAD sizin işinizin özəyidir. Ged AutoCAD-dan bəh yapış. Mən bu tutdum bunu. AutoCAD-da öyrənmişdim. Özüm əziyyət çəkib, baxıb videolara. AutoCAD-da formada öyrənmişdim və elə də həyatımı yaşadım. İndiki də işlədiyim iş AutoCAD-la əlaqəli bir şey. Yəni bu mənim başımın ucalığıdır. Və universitetdən aldığım fənlərə baxıram. İndi işlədiyim ixtisasın üzrə işlədiyim işə baxıb görürəm ki, müəllimlərin o dediyi bu sizin ixtisasınız üçün lazımdır dediyi fənlər həqiqətən də həyatımda tətbiqatını, işdə tətbiqatını görmüşəm. Yəni o qədər də mənfisi var universitetin, düzdür. Amma müsbət şeyləri görmüşəm. Hə, mənfi nə görmüşəm? Lazımsız fənlər çox keçmişəm. Yəni təsəvvür edə, mən bəzən bunu da fikirləşmişəm. 4 il oxuyuruq, əziyyət çəkirik, bakalavr. Bu 4 il bakalavrda lazımlı fənləri salsaq ki, sırf mən ixtisas fənni keçəcəm. Qıraqdan kənar heç bir qeyri-ixtisas fənni olmayacaq. Bu 4 il ən azı bir 2 il, 1 il yarıma düşər. Əslində belə fikirləşmək olar ki, məsəl üçün hal-hazırda belə məsələn məktəb dövründə məşğələlər olduğu kimi yeni çıxsa da, sayları az olsa da ixtisas öyrədən kurslar fəaliyyətə başlayır. Bu fəaliyyətə başlayan kursların praktiki və nəzəri olaraq keçdiyi tədris müddəti 1 il yarımdır. Yəni biz belə aydın olur ki, 4 il müddətində bu uşağın, yəni tələbənin şəxsi vaxtı alınır. Ən azı 2 il vaxtı alınır ki, yəni lazım olmayan fənlər keçirilir, belə çıxır. Bu kurslar il yarım ərzində sənə ixtisası həm nəzəri, həm də praktiki əsasda öyrədir və belə çıxır ki, yəni həmin 4 il müddəti əslində lazımı fənlərlə yanaşı qeyri-lazım olmayan fənlərlə də donatılır. Düzdür, məsəl üçün universitetdə biz keçirdik nitq mədəniyyəti. Bu əslində bir növ, bir baxımdan lazımlı fəndir. Nə mənada bir fərqli coğrafiyalardan gələn insanların bir yerdə münasibət qurarkən bir-biri ilə düzgün şəkildə ünsiyyət qura bilməsini təmin etmək üçündür. Bu baxımdan lazımlı bir fəndir. Lakin, məsəl üçün, mənim ixtisasım cihaz mühəndisi. Cihaz mühəndisinə getirdilər tarix bilgisi və yaxud getirdilər həyat fəaliyyətinin təhlükəsizliyi. Bu iki fən mənim üçün, mənim həyatımda heç bir önəm daşımır. Yəni, əgər mən tarixi və yaxud həyat fəaliyyətinin təhlükəsizliyi kimi fənlərə marağım olsaydı, istiqamətim olsaydı, digər qrup olaraq ikinci, üçüncü qrupları seçərdim. Yəni, bu kimi lazımsız fənlərin yerinə ixtisasına uyğun olan və ixtisasa daha çox vaxt ayıracaq şəkildə praktik olaraq bu fənlərin yerinə ixtisası nəzərə keçir, praktik olaraq keçməkləri daha uyğun olar. Və 4 il müddətində çıxılan xərclər, yorğunluq, bu kimi şeyləri də nəzərə alsaq, mən fikirləşərdim ki, buna enerji israf edir. Bəli, yəni sırf dünyada universitet müddəti 4 il qəbul olunduğu üçün illa da bu uşaq 4 il dərs keçməlidir deyə nə gəldi, ora fən olaraq, dərs olaraq qoyulmamalıdır. Və uşağa verdiyin əlavə yorğunçuluqdur. O vaxt ərzində müəyyən vaxt var ki, məsəl üçün bir fən 90 saat, o daha 90 saat da praktik olaraq başqa şeylər ixtisasını öyrənə bilər. Bu məncə universitetlərdə diqqət olunmalı mövzulardan da biridir. Bilirsiniz, plan yenə deyirəm, bir insan nəzəri cəhətdən ixtisası bilə bilər. Amma şəxsi qənaətimdir ki, oturub material hazırlayanda ki, bir ixtisasın bütün 4 il tədris boyunda nələr keçəcək. Bunu söyləyəndə bir mütəxəssis heyəti nətər gəldi, mənim saatim çox olsun deyib ora dərs almalı deyil.
Mən dərsim Əlbəttə, orası. elə. Oturub bir məntiqi, ağıllı, hətta yeri gələrsə pedaqoqlarla oturub məsləhətləşib ki, biz belə bir ixtisas, məsələn, cihaz qayırma mühəndisi üzrə adam yetişdirəcəyik. Buna nə lazımdır? İnsan cəhətdən nələr lazımdır? Biz buna deyək ki, bütün ixtisasi məlumatları verdik. Əla, çox gözəl. Nə lazım ola bilər bu adama? Oturub onun üzərində fikirləşsən, bu cihaz qayırma mühəndisi üçün lazım olan bütün prosedurlar sən vermək məcburiyyətindəsən ki, elə də olmalıdır. Amma yox, sən bunu verməyib, qayıdıb kənardan nəsə başqa bir şey verməyə çalışsan, onda görəcəksən ki, bu indiki bizim dövrdə yaşadığımız situasiyalarla üz-üzə qalmış olacaqsan yəni. Elə. Yəni yerindən duran sadəcə bir müəllim mənim dərsim çox olsun deyib boş qalmır. 4 illik dərs müddətini tamamlamaq adı altında lazımı olmayan, faydası olmayan Yəni, dərslərin keçirmək bu enerjini, elə. gəncin bu enerjisini fərqli bir sahəyə yönləndirsək Bəli. və təlimə, yəni yenə də deyirəm, bax bu dəqiqə yumşaq bacarıqlar, yəni soft skill deyilən təlimlər var da. İnsanlara qarşı münasibətdir, məntiqi təfəkkürün inkişafı olması məsələ, digər məsələlər də bütün o şəxsi keyfiyyət məsələləri. Bütün bunların hamısına baxırsan ki, nə məktəb bunun üzərində nəsə bir şey verir insana, nə universitet, heç biri vermir. Universitet sadəcə belə nəsə deyim, bir standart bir Hamını o fabrikdir. fabrikaya salıb Standart bir fabrikdə elə bir insan çıxardılar. Mənə bəzən ətrafımda qohumlardan olur, kimsə deyəndə, yəni universitet haqqında deyəndə, bizdə rayon cəmaatında belə bir şey var. Sən universitet oxumusan deyəndə hamı sənin qabağında biraz hörmət əlaməti olaraq köynəyi dadınca. Qocalar ən çox belə edir. Sənin sözünə daha çox hörmət olunur. artıq Amma mən bəzən bunu deyirəm ki, yəni universitet bizə keçirilən dərslərə baxanda real o deyil də. Yəni tamam hörmət adamı edirsən. yandıran da odur ki, bu qədər gəncin universitetə girmək çabası əslində nəticə etibarilə heç gözləntiləri qarşılamır. Yəni valideynlərin əziyyətlər çəkərək büdcə ayırdığı 4 il müddətində hardasa bir 10 minə yaxın hesablasaq büdcə ayrılır. Və bu büdcə bir növ çöpə atılarmış kimi olur. Və məsəl üçün uşaq o universitetdən təhsilini ala bilmir yetəri qədər və bu onun gələcəkdə iş tapa bilməməsi ilə nəticələnir ki, və bu da qırağa atılmış 10 min deməkdir. Düzdür, universiteti qutaran hər kəs iş tapmalıdır da deyə bir şey yoxdur. Lakin istər-istəməz bu həqiqətən önəmli bir məsələdir və buradan da bir sual yenə yaranır ki, oxuyan niyə iş tapa bilir və təhsilin gələcəklə əlaqəsi varmı? Əslində oxuyan insanın iş tapa bilməməyi biraz özündən də bağlı məsələdir. Yəni universitet düzdür, universitetin dərsi ilə kifayətlənir. Bütün verdiyin materialları oxumaq, mənim öz tələbə yoldaşlarımdan bəzən belə insanlar var ki, universitetin verdiyi dərslərin hamısını çox gözəl oxuyurlar. Mən onlara bunu həmişə demişdim ki, yəni hər şey bu deyil. Başqa şeylər də lazım. Yəni çox üzülərək deyirəm ki, biz bu dəqiqə universitetdən kənar materiallara da müraciət etmək məcburiyyətindəyik. Yəni mən hər şeyə baxsam ki, mən universitetin dərsini əla oxusam, qırmızı diplom da alıb əla şəhərdə bitirsəm, mən iş tapmaya bilərəmmi? Bilərəm. Sən bu 4 il müddətində ancaq universitet dərsini oxumusansa, heç bir özünü əlavə təlimə gedib qoşulub inkişaf elətdirməmisənsə, bir ixtisasa, bir kursa gedib nəsə başını qatacaq bir işlə məşğul olmamısansa, 4 ili qutarandan sonra sənin iş tapmaman gözlənilməmişsən. Hamı şikayət edir. Mən də deyim universitet bitirmişəm. Qardaş, sən universiteti bitirəndə necə bitirmisən universiteti? Yəni sən bu 4 ili dolu-dolu yaşadın da, kursdan kursa, təlimdən təlimə getdin də, gəldin iş tapa bilmədin ki, indi gileylənirsən. Yəni açıq danışaq da, tələbəlik biraz məktəbə nisbətən sərbəst olduğu, vaxtın daha çox olduğu bir dönəmdir. O vaxtda da sənin iki variantın var. Ya gezib Bakıya gəlirsənsə gəzəcəksən, ətrafında insanlar əylənəcəksən, imtahana bir gün, 2 gün qalmış imtahan oxuyacaqsan. Ya da bu prosedurda əylənməyinə də vaxt ayıracaqsan, kitabını da oxuyacaqsan, öyrənəcəksən də. Yəni bir də orada sualların arasında deyəsən var yoxdur bilmirəm. Oxuyan insanla oxumayan insan arasındakı fərq odur ki, bax bu istər kainatı oxumaqdan geçsin, istər kitab oxumaqdan geçsin, istər ixtisas oxumaqdan geçsin. Bir insan bir şeyi oxuyursa, o şey həyatın bir şeylərin fərqində olduğunu göstərir. Əgər sən yaşadığın toplumun, yaşadığın cəmiyyətin fərqində deyilsənsə, yaşadığın duyğuların fərqində deyilsənsə, sənin oxuduğun şeyin də fərqi olmayacaq. Yəni fərq eləmirsən. Amma sən özünün fərqindəsən, bilirsən ki, bu ixtisas üçün mənim önəmli olan budur və başlayırsan onunla bağlı oxumağa. Təbii ki, Rəbbimiz ayət-i kərimədə buyurur da, bilənlərlə bilməyənlər eyni ola bilərmi? Yəni bu həyatın sferasında da belədir, bir elmi sferada da belədir, ixtisasda da belədir. Yəni sən
həqiqətən də çalışıb, vuruşub, əlindən gələni elədikdən sonra, burada artıq sənin bir nöqtədə hardasa gileylənməyə haqqın olur ki, deyirsən ki, hə, mən bu qədər mübarizə apardım, amma alınmadı. İnan ki, əgər bu qədər mübarizə aparıb alınmırsa, yenə problem sənin özündən də yəni. Yəni necə olur ki, alınmır? Ya özünü insanlara öz potensiallarını təqdim edə bilmirsən. Bizim mənim kanalımda da var idi. Bu CV ilə bağlı məsələlər var idi. Onu da qoyuram, istəyən olsa girib baxar. Yəni CV yazmaqdan tut, işə qəbul olmaq üçün doğru bir potensial. Məsələn, bəzi bizim gənclər ümumiyyətlə mən verim söyləyirəm bəzən. Bizim gənclər bəzən bir sən nə istəyirlər? Mən deyir gizli bir qabın içindəyəm, gizli bir yerdəyəm. Mənim deyir birdən elə bir kimsə gəlib o qapını açıb məni kəşf eləsin. Desin ki, qurban olum, gəl burada işlə də. Düzdür. Belə istəyirlər. Amma halbuki bu formada deyil də. Yəni yekun olaraq belə nəticəyə gəldik ki, əgər ilk öncə universiteti həyatın mərkəzi hesab eləməmək lazımdır. Bəli. Və universitetə Yəni girməmişdən öncə bir şeydir, amma hər şey deyil. əlbəttə, universitetə girməmişdən öncə məqsəd qoymaq və məqsədi uyğun olaraq universitetə girmək və davam etdirmək lazımdır. Universitetə girmək məqsəd olduğu müddətcə, universitetə girdikdən sonra heç bir məqsədin olmasa, sadəcə bitirdiyin 4 il olur. Və universitetə girərək məqsədlə girdiyin müddətdə də yenə yekunlaşmır. İxtisasa girsən belə, o ixtisası ola bilər ki, 1-ci və 2-ci kurslarda sənə tam ixtisas fənləri keçilməyə bilər. Bu ixtisas fənlərini sən özün araşdırmalısan, özünü inkişaf etdirməlisən, ixtisas yönümlü. Digərlərin nədə vaxtlarmalısan, həyatı məsəl üçün əyləncələrdə. Həm universiteti həyatını yaşamalısan, həm ixtisası öyrənməlisən. Və eyni zamanda da xarici dil bilikləri və inkişaf etdirməlisən ki, bu zəruridir hal-hazırda. Ki, işə qəbulda sənin üçün çox böyük potensial daşıyır. Həm özünün material tapmaq qabiliyyətinə təsir göstərir və eyni zamanda iş tapmaq qabiliyyətinə. Əgər bu istiqamətdə doğru şəkildə ixtisasına və xarici dil biliyinə yiyələnmiş bir şəkildə həm də universiteti yaşayaraq irəliləyəsən, bitirəcəyin 4 il olmayacaq və universiteti hətta bitirməmiş belə sənə iş təklifləri gələcək. Bunun şahidi oluruq. Yox, əgər bu dediklərimiz xaricində universitetə girmək, universitetdə imtahandan keçmək niyyəti ilə bu semestri də bitirim, bu imtahanı da yola verim, 17 balla kəsirsiz dərsləri yola verim kimi irəliləsən, 4 ilin sonunda nəticə etibarilə işsiz qalacaqsan. Giləqiş verməyə başlayacaqsan. Bəli, və heç kim sənə götürməyəcək şey. Fakt olaraq, nəzəri olaraq da, praktik olaraq da təsdiqlənmiş bir şeydir. Heç bir şəxs bilik sahibi biliyinə güvənmədiyi şəxsi işə götürülməz. Bir də sonda onu da demək istəyirəm ki, mən bakalavrda oxuduğum müddətdə 3-cü kursda bir dəfə məktəbə getmə imkanım oldu. Məktəbdəki uşaqlarla danışma imkanım olmuşdu. Uşaqlar universiteti belə fövqəladə bir yer, girən insan dəyişilir. Bəli, bəli. Girən kimi insan 360 dərəcə inkişaf eləmiş variant olur. Lüks şəkildə bilikləri olur. Belə zənn edirdilər. Və uşaqlar bu xəyalla universitetə hazırlaşır. Universitetə mən də girəndə ona bənzər düşüncələrdə olmuşam, amma universitet o deyil. Universitetin daxilindəki çəkişmələri görürsən. O universitetin daxilində bir monopoliya var yəni. Öz daxilində çəkişmələr gedir. Düz bu hava şəraiti də hal-hazırda imkan verir videonu davam eləməyə. Amma yəni görürsən ki, insanın yaşadığı o situasiya, yaşadığı o halların hər biri sadəcə bizi boş-boş inandırıblar ki, yəni sən bu uğurun ancaq universitetə qəbul olmaq deyil. Yəni uğur həyatının ancaq hansı sferasında faydalı ola biləcəyini düşünürsənsə və özünü orada kəşf eləmisənsə, o sahədə özünü inkişaf elətdirməyin nəticəsində baş verə bilir. Bizi dinlədiyiniz çox sağ olun. Havanın yağışlı olması səbəbilə videoya çox davam edə bilmirik. İnşallah gələn görüşlərdə görüşməyə biliriz.